Hal-hazırda olduğumuz ərazi Binəqədi rayonunda yerləşir. Beləliklə gördüyünüz kimi burada tikinti işləri gedir və tikintinin kənarında burada betonlanma işləri gedir. Amma ağaclara ciddi zərər vurulur burada gördüyünüz kimi. Ağaclar burada, ağacın artıq kökləri torpaqdan ayrılıb. Həqiqətən burada ağaclara ciddi ziyan vurulur. Qazıntı işləri gedib və bura beton töküləcək. Beton töküldüyü təqdirdə bu ağaclar torpaqdan qidalana bilməyəcəklər. Yəni bu da ağacların fəlakətinə və qurumasına səbəb olacaqdır. Burada siz baxırsınız tikintiyə. Salam ağsaqqal, hər vaxt xeyir olsun. Bu ağaclar gördüyünüz kimi indi bura betonlanacaq da təbii ki. Bəs bunlar necə qidalanacaq torpaqdan? Nə? Suyu veriləcək, qidalanacaq. Yox, bura beton olacaq. Bunun artıq bu tərəfi Onun tərəfi açıqdır, su gedəcək. necə gedəcək? Nətər sulamışıq, elə Orada, də. bax, ağsaqqal, orada betonlanacaq. Görürsünüz necə Ora betonlanır. betonlanmır, ora qalır. Yox, bax, bu betonlanıb da. Beton bura töküləndə axı bunu tutur buradan. Hə? Bunu tutur axı buradan. Hazırda gedən tikintinin heç bir məlumat lövhəsi yoxdur və məlum deyil ki, bu tikintiyə icazə var, yoxdur və ondan əlavə olaraq işçilər burada, fəhlələr, operator zəhmət olmasa yaxınlaşsın, əmək təhlükəsizliyi qaydalarına riayət eləmirlər. Baxın, təhlükəsizlik kəməri yox, dəbilqə yox.